birini Arduino'nun GND'sine taxırıq. 5 voltun yanında olan GND, power hattında. Birini onun yanında 5 volta taxırıq. 5 volta bağlayırıq. 5 voltu breadboard'un qırmızı xəttindən müsbət xəttindən bağlayırıq. Veririk buradan. Mənfi xəttində, GND-nin də mənfi xəttindən verdik. Buradan gəldi. Və bir dənə 200 ohmluq direnci götürüb 200 ohmluq direnci müsbət xəttindən boardda hər hansı bir yerə batırdıq. Müsbət xəttindən çəkdik. Və push butonu da ortada bir dənə xətt var breadboard'un. Orada taxırıq. Amma direncin ayağına düz gəlməsin. Və sonra ledin müsbət ayağını direncin bir ayağına bağlayırıq. Həm də ledin mənfi ayağı push butonun bir ayağına gələcək şəkildə. Öncə mənfi ayağını push butonun direncə tərəf olan ayağına bağladım, taxdım. Sonra direncin müsbət ayağında müsbət xəttindən ledin müsbət ayağına bağlayıram. Və bizə tərəf olan ayağına push butonuna bağladım ledi. İndi o bir tərəfdəki ayağına bağlayacağım. Bir dənə jumper bağlayıram. Və oradan da mənfi xəttə çəkirəm. GND-dən verdiyimiz xəttə. Və Arduino'muzu kodlamayacaq. Kodsuz işləyir. Bir dənə taxdıq. Arduino yandı. Gördüyünüz kimi indi push butona basanda led yandı. Baxın, bir də göstərəm ətraflı dövrəni. Arduino'nun burada bir dənə GND'dən, bir dənə də 5 voltdan burada qıraqda breadboard'un düz xəttindən çəkdik. Sonra orada mənfi xəttindən verdiyimiz ayağı ağ ledlə bir dənə push butonun o bir ayağına bağladıq. Sonra push butonunda bir ayağını ledin mənfi ayağına bağladıq. Ledin də müsbət ayağını rezistorun, elə bir ki, direncin 220'liyin bir ayağına bağladıq. Direnci də müsbət gələn xəttə bağladıq, buradan gördüyünüz kimi. Və bu ağ müsbət idi, 5 volta bağladıq. Göyü də GND-yə bağladıq. Taxanda işləyir. Bugün də sizinlə birlikdə push butonundan led yandırmağı göstərdim. Gələn videolarımızda görüşənə qədər.